Ermənistan silahları Azərbaycan tərəfinə tuşlayır. Güya ki, sülhün imzalanmasına hazır olan Ermənistan, amma tam əks bir yolu tutur və gündəlik olaraq artıq Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Aprelin 7-sində saat 18:15-də Qazağın Şıxlı kəndi yaxınlığında baş vermişdi və Ermənistan hərbçisinin görüntüləri də paylaşılmışdı. Digər bir görüntülərdə Ermənistan ordusunun 2 hərbçisi iri çaplı silahlar Azərbaycan ərazisinə tuşlayır və görüntülərdə erməni hərbçilərin atəş açdığı qeydə alınmır, lakin bu addım psixoloji təzyiq xarakteri daşıdığı və təxribatlara hazır olduqlarını aydın şəkildə göstərir. Gördüyünüz kimi orada toplar da, hətta səhv etmirəmsə, toplar da gördüyünüz kimi bizim mövqelərimizə istiqamət şəkildə daha bir Fakta Kəmərli kəndi istiqamətində qeydə alınıb. Ermənistan ordusu 122 mm-lik D-30 haubitsa qurğularını Kəmərli kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərinə tuşlanmış vəziyyətə gətirir. Hansı ki, söhbət bundan gedir, bu həmin deməli görüntülərdən gedir. 122 mm-lik D-30 haubitsaları.